Fatihə surəsində səhv etmə ehtimalı olur. Məsələ elhamdu, elhamdu, hə, əh, ih, uh. Boğazın orta hissəsi azacıq sıxılaraq tələffüz edilən bir hərfdir. Amma əfsuslar olsun ki, bəzən səhvən bu hərfin əvəzində bu hə hərfi istifadə olunur. Bu hə hərfi bildiyimiz kimi heç bir sıxıntısı olmadan bizim Azərbaycan dilində olan hey səsinə bənzəyir. Məsələ Həbib. Yəni bu hə hərfi ilə deyəriksə, məna təxminən söndürmək mənasına gəlir. Amma bu hə hərfi ilə olarsa, həmd bildiyimiz kimi şükür, tərif, səna, minnətdarlıq və s. təxminən bu cür mənalara gəlir. Əlbəttə daha geniş mənası var. Dərslərimizdə deməyə çalışmışıq. Elhamdülillahi Rabbil alemin.